Saylor'ın əlində bugünkü günə 850 min ədəd bitcoin var və bu bitcoinlər bazara satılmağa başlasa, yəni biz bitcoinləri 15 minlərdə də görə bilərik. Sizcə bu satışlar baş verəcək, yoxsa Saylor özü bilərəkdən səhmlərin düşməsinə icazə verir ki, aşağıdan baha satdığı səhmləri ucuzdan özü toplasın? Mən bu müddət ərzində, bu 6 il ərzində bir şey başa düşmüşəm ki, kripto bazarında ola bilməz deyə bir şey yoxdur. Nəyi ki ola bilməz deyirsən, o sanki səni eşidir də, o bir həftə sonra, 2 həftə sonra sənin başına gəlir. Ona görə mən heç bir halda deyə bilmərəm ki, Michael Saylor bunları satmayacaq, 15 minə düşməyəcək, Test üçün 20 ədəd də satıb bu yaxında. Sənin də çox yaxşı bildiyin, o bu gün deyirik ki, MicroStrategy ən çox bitcoinə sahib olan belə böyük bir şirkətdir. Bata bilməz normalda deyirik, belə bir strategimiz vardı. O boyda şirkət necə batsın? Bazarı yaxşı izləyənlər Terra Luna şirkətini çox yaxından Dünyanın həmin tanıyır. dövrdə ikinci birjası. Bəli, dünyanın ən böyük ikinci, ən çox bitcoin saxlayan şirkəti idi və həmin özünün də aktivi Luna Alameda 100-200 dollar Luna, bəli. qiymətləri var idi. Bir gündə onlar stablecoin çıxartdılar, USDT-yə. Çıxartdılar, onu 1 dollarda saxlaya bilmədilər. 1 dollar saxlamaq üçün bitcoini satdılar Privaska və qopdu. həmin o dünyanın ən böyük ikinci kripto bitcoin saxlayan şirkəti bir gündə çökdü. Elədir.